Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala seyyidina ve nebiyyina eşrefil enbiyai vel murselin. Habibe ilahil alemin. Ebil Kasimi Muhammed ve alihi tayyibin tahirin ve lanetullah alel kavmiz zalimin. Yadınızda olsa bizim axırıncı dərsimiz əxlaq mövzusunda gəlib bura çatdıq ki, ədəblə əxlaqın nə fərqi var? Keçən sonuncu dərsdə ədəblə əxlaqın fərqini demişdik və bir məsələyə də toxunduq ki, biz əxlaqı öyrənməkdən məqsədimiz müqəddəs əxlaqdır, məsləhəti əxlaq deyil. Yenə xatırladacağım ki, müqəddəs əxlaq nədir və məsləhəti əxlaq nədir? Mən özümdə qəsdən bunun üzərində təkid edirəm ki, biz əxlaq öyrənəndə məqsədimiz o müqəddəs əxlaq olmalıdır, məsləhəti əxlaq yox. Təkid eləməyimin də səbəbi budur ki, təəssüflər olsun ki, biz çox mübtəlayıq bu məsləhəti əxlaqa. Çoxlarımızın əxlaqı, əgər əxlaqımız varsa, məsləhəti əxlaqdır. İnsanların demək olar çoxusu, kimlərdə ki, yəni müəyyən gözəl əxlaqi sifətlər var, demək olar ki, bəlkə də çoxlarında o məsləhəti əxlaqdır. Müqəddəs ilahi əxlaqa yiyələnənlər çox azdır. Bəzi alimlər buyururlar ki, əxlaqın iki qismi var. Bir, müqəddəs əxlaq, ilahi əxlaqdır. Bəzən qudsi əxlaq deyirlər. Qudsi əxlaq, yəni həmin müqəddəs və ilahi əxlaq. Bir də var, məsləhət üzündən olan əxlaq. Məsələn, indi belə məsləhətdir. Məsləhət tələb edir ki, mən belə bir əxlaq sahibi olum. Onun adına deyirlər məsləhəti əxlaq. İlahi əxlaqla məsləhəti əxlaqın fərqi var. Əksərən insanlar içində, insanların yiyələndiyi, sahib olduğu əxlaq bu məsləhəti əxlaqdır. İlahi əxlaqa yiyələnənlər az olur. Məsləhəti əxlaq nədir? İnsan yaşadığı cəmiyyətdə, insanlar arasında görür ki, filan əxlaq sahibi olsa, onun öz xeyrinədir. Amma bu filan gözəl əxlaq sahibi olmasa, onun xeyrinə deyil, cəmaət içində hörməti olmayacaq, cəmaət ona hörmət eləməyəcək. Xülasə, cəmaət arasında ona yaxşı dəyər verməyəcəklər. Məsləhətdir ki, insan filan əxlaqa yiyələnsin, o əxlaq sahibi olsun ki, insanlar da ona dəyər versin, insanlar onu hörmətli hesab eləsin, hörmət eləsin. Sabah onun da xeyrinə, şərinə yarasınlar. Amma o əxlaq sahibi olmayanda cəmaət sənə dəyər vermir, sənin xeyrində, şərində iştirak eləmir. Əgər belə olsa, buna məsləhəti əxlaq deyirlər. Məsələn, bizim ən çoxumuzun düşündüyümüz, bir çoxları da ümumiyyətlə belə düşünür, elə bilirlər ki, elə belə də olmalıdır. Filan kəs mənə hörmət eləsə, mən də ona hörmət eləyəcəm. Çoxlarının düşüncəsi belədir. Hörmət eləməsə, mən ona hörmət eləməyəcəm. Filan kəs mənim xeyrimdə, xeyir işimdə gəldi, iştirak elədi, gəldi pul yazdırdı, kömək elədi filan. İnsanlar özlərin borclu bilirlər, sabahlarında onun gedib xeyir işində
iştirak eləyir. Özünə borc bilir. Deyir, o gəlib mənim toyumda pul yazdırıb. Mən də hökmən gedib onun toyuna pul yazdırmalıyam. Və yaxud mənim yasımda gəlib iştirak eləyib, hörmət eləyib, gəlib iştirak eləyib, mən də sabah da onun ölüsü düşəndə gedir onun yasında iştirak eləyir. Amma əgər gəlməsə, yasa gəlmədi, toyuna gəlmədi, hətta çağırıb belə toya dəvət də eləyib gəlmədi, sabahlarım onun da bir xeyir işi olanda, onun da bir yası olanda bu insan artıq getmir onun toyuna, getmir onun yasına. Deyir ki, o mənə hörmət eləmədi, mən də ona bu hörməti eləmirəm. O mənim toyumda gəlib pul yazdırmadı, xeyir ola mən gedim onun toyuna pul yazdırım. Yəni qarşılıqlı hörmət. Çox insanların düşüncəsi belədir. O mənə hörmət eləsə, mən də ona hörmət eləyəcəm, eləməsə eləməyəcəm. Buna deyirlər məsləhəti əxlaq. Elə cəmiyyət içində həqiqətən də belədir. Sən onun yasında iştirak eləməyəndə, o da gəlib sənin yasında iştirak eləmir. Sabahlarım sən tək qalırsan. Sən onun toyuna getməyəndə, sabah da o sənin toyuna gəlmir, tək qalırsan. Deməli, məsləhətdir ki, sən özün də belə bir əxlaq sahibi olasan. O səni dəvət edəndə gedəsən, onun yası düşəndə gedəsən. Həmçinin bəziləri, məsələn, yalan danışmır, düz danışan insandır. Həqiqətən heç vaxtı özünə icazə vermir yalan danışsın. Hətta uşağa belə yalan demir, yalan danışmır. Amma niyə yalan danışmır? Deyir ki, mən yalan danışsam cəmaət içində hörmətsiz oluram. Yalan danışsam, sabahlarım yalanın üstü açılır, mənim abrım gedir, dəyərimi itirirəm, insanlar mənə hörmət eləmir. Mən ona görə özümə söz vermişəm ki, həmişə düz danışacağam. Elə həmişə də məsələn düz danışır. Bu, bəli, cəmiyyət içində məsləhətdir ki, insan düz danışan olsun. Çünki yalan danışanda abrı gedir, hörməti gedir. O yalancının evi yandı, heç kim inanmadı, ona çevrilir. Sabah düz danışanda da heç kim onun o düz sözünə də inanmır. Buna görə hörmətsiz olmasın deyənə bu insan həmişə düz danışır. Buna deyirlər, bu əxlaqi məsləhəti. Bəziləri təvazökar insandır. Çox sadə, təvazökar, heç kimə qarşı təkəbbürçülük eləməz, heç kimə aşağı gözlə baxmaz. Təvazökarlığı var. Bu, bəli, gözəl sifətdir, əxlaqi sifətdir. Amma niyə təvazökardır? Deyir ki, mən təvazökar olanda hörmətli oluram insanlar içində. Hamı mənə hörmət edir. Sabah mənim də bir işim düşəndə, o mənim elə təvazökarlığıma görə o mənə hörmət edir. Deyirlər ki, filankəs məni tərifləyirlər, insanlar içində təriflənirəm, deyirlər filankəs ki, maşallah, gör necədir, filandır. Bunlar, bəli, bir cəmiyyət içində belə gözəl sifətlərə ehtiyac var. Məsləhətdir insan belə gözəl əxlaq sahibi olsun. Belə bu əxlaqın adına məsləhəti əxlaq deyilir. Amma bizim məqsədimiz Allahın, Peyğəmbərin sallallahu aleyhi və aleyh bizə öyrətdiyi əxlaq bu əxlaq deyil. Bunu istəmir Allah Teala bizdən. Peyğəmbərimiz bunu istəmir bizdən. Peyğəmbərimiz buyurur, bu istu li utəmmimə məkarimən əxlaq. Həzrət buyurur, mən göndərilmişəm, Allah məni göndərib, insanlara əxlaq öyrətməyə yox, məkarimi əxlağı öyrətməyə göndərilmişəm. Belə o məsləhəti əxlağı insanlar özləri də bilirlər, özləri də eləyirlər. Mən gəlmişəm insanlara o əxlaq-ı kərimə, məkarim-i əxlaq, yəni əxlaq-ı kərimə. Əxlaq-ı kərimə, yəni həmin o müqəddəs ilahi əxlağı öyrədim insanlara. İlahi əxlaq nədir? İnsan
gözəl əxlaqi sifətlərə malik olsun, amma Allaha görə. Cəmaət içində hörmətli olacam deyə yox, mənə hörmət eləyəcəklər deyə yox. Mənim də gəlib xeyrimdə, şərimdə iştirak eləsinlər deyə yox. Hətta bəziləri gedir, məsələn, filan kəsin xeyir işində pul yazdırır. Bu məqsədlə ki, o da hökmən sabah gəlsin mənim xeyir işimdə, o pulun yazdırsın. Pulun yazdırmasa, onunla düşmən olur, onu danışdırmır, ona heç salam belə vermir. Deyir ki, mən gəlib sənin toyunda iştirak eləmişəm, pul yazdırmışam, amma sən gəlmədin. Artıq o adam ona düşmənə çevrilir. Bu ilahi əxlaq deyil, bu məsləhəti əxlaqdır. İlahi əxlaq odur ki, kimsə sənə təşəkkür elədi, eləmədi, sənə hörmət elədi, eləmədi, sənin üçün bunlar mühüm olmasın. Sənə mühüm olanı Allah olsun, Allahın bəyənməyi olsun, Allaha yaxınlaşmaq olsun. Bəli, əgər qurbətən ilallah əxlaq sahibi olsan, təvazukarsan Allaha görə. Çünki Allah səndən istəyib insanlarla təvazukar ol. Əgər düz danışansan Allaha görə, digər gözəl sifətlərə maliksən Allaha görə. Əgər belə olsa, bəli, bu ilahi, müqəddəs və kərimə əxlaqıdır. Bu artıq Peyğəmbər əxlaqıdır. Həzrət Peyğəmbərimiz buyurur, mən elə bunun üçün gəlmişəm, göndərilmişəm ki, insanlara bu gözəl əxlaqı öyrədəm. Biri sənə hörmətsizlik eləyəndə, sənə sayğısızlıq eləyəndə, sən onu problemə çevirməyəsən, o insan sənə düşmənə çevrilməsin. Sən onun müqabil, o səndə kin-küdurət yaratmasın, səndə paxıllılıq yaratmasın. Əksinə, sən öz mükafatını Allahdan gözləyirsən. Deyirsən, Allah, mən bunu sənə görə eləmişəm, mükafatını da səndən istəyirəm. Mənim məqsədim sənə yaxınlaşmaqdır. Bu sifətlərə malik olum ki, sonda mən sənə yaxınlaşa bilim, sənin ən gözəl bəndən ola bilim. Bu, xülasə, bizim öyrənmək istədiyimiz, bilmək istədiyimiz əxlaq bu ilahi, kərimə və müqəddəs əxlaqı istəyirik inşallah belə bir əxlaqın sahibi olaq. Bu bir məsələ. İkinci məsələ, keçən dərsimizdə yadınızda olsa, biz əxlaqla ədəbi fərqin dedik. Bu günlərimdə yenə də həmin fərqin davam edəcək və əxlaqla ədəbi müqayisə edəcək ki, dəqiq məlum olsun ki, əxlaq nədir, ədəb nədir, bunların arasındakı fərq nədir? Biz demişdik ki, əxlaq insanın batininə, insanın ruhuna aid olan bir məsələdir. İnsanın ruhunda olan o xasiyyətləridir. Ya indi yaxşı xasiyyət, ya pis xasiyyət. Gözəl xüsusiyyətlər, ya mənfi pis xüsusiyyətlər. Əxlaq insanın ruhunda olan bir şeydir. İnsanın ruhunun yaxşı və yaxud pis xüsusiyyətlərə sahib olmasıdır. Amma ədəb isə, ədəb dedik ki, insanın zahirdə, rəftarında görsənir. İnsanın o zahirdə davranışığı, rəftarı, əgər gözəl olsa, onun adına ədəb deyilir. Deyirlər, filan kəs gör nə ədəbli insandır. Ədəblidir, yəni onun zahirdəki rəftarı gözəldir. Zahiri rəftarı, davranışı gözəldir. Demək, əxlaq insanın batini xüsusiyyətləridir, amma ədəb isə onun zahirdə, əməlində, rəftarında görsənən bir gözəllikdir. Başqa ifadələ desək, həqiqətdə əxlaq insanın ruhunun gözəlliyi, əgər yaxşı əxlaq sahibi olsa, əxlaq yəni
ruhun gözəlliyi, canın gözəlliyi, canın yəni ruhun gözəlliyi, ədəb isə rəftarın, əməlin gözəlliyidir. Əməl xaricdə, zahirdə görsənir, amma insanın ruhu isə insanın batinindədir. Deməli, əxlaq ruhun gözəlliyi, amma ədəb isə insanın əməlinin gözəlliyidir. Əxlaqla ədəbin müqayisə eləyəndə insan deyək ki, əxlaqi sifətlərdən, xüsusiyyətlərdən biri, məsələn, insanlara qarşı məhəbbətli olmaqdır. Gözəl sifətlərdən biri budur ki, insanın başqalarına məhəbbəti olsun, ədavəti olmasın, qəddar olmasın, kim insanları özünə düşmən bilməsin, əksinə məhəbbət göstərsin insanlara və insanlar arasında fərq qoymasın, böyüklə kiçikdə fərq qoymasın. Hamıya qarşı məhəbbəti var, insanları sevir. İnsanın əgər batinən, ürəyində, qəlbində belə bir məhəbbəti olsa, artıq onun zahirdəki rəftarında da təsirin qoyacaq. Yəni artıq zahirdə insanlarla rəftar eləyəndə gözəl rəftar eləyəcək. Onlarla kobud davranmayacaq, nalayiq sözlər, nalayiq ifadələr onlara qarşı işlətməyəcək. Artıq o, onun içindəki, batinindəki gözəl əxlaqı onun zahirindəki rəftarına da təsir qoyur. Deməli, insan əgər batinində, ruhunda gözəl əxlaq sahibi olsa, o içində olan o gözəl xüsusiyyəti xaricdə indi göstərməlidir. Xaricdə ifadə eləyir kimlərəsə. Ola bilər ki, bir insan batinən gözəl bir xüsusiyyətə malikdir, amma zahirdə onu izhar eləyəndə, başqalarına ifadə, biruzə verəndə onu gözəl şəkildə biruzə vermir. Bu da ola bilər. Batinən əxlaqı gözəldir. Gözəl məsələn, müsbət bir xüsusiyyətə malikdir. Fərz edin ki, təvazökar bir insandır. Batinən özünü sadə görür. Heç vaxtı başqalarını özündən aşağı bilmir. İnsanlara yuxarı gözlə baxır, onları dəyərli hesab eləyir. Təvazökar insandır. Ruhən özündə belə bir xüsusiyyət var. Amma bəziləri görürsən ki, bu təvazökarlığı zahirdə biruzə verəndə kobud şəkildə biruzə verir. Nalayiq şəkildə biruzə verir. Bəzən belə hallar da olur. Və yaxud görürsən ki, məsələn, buyururlar ki, təvazökarlıq bəli, yaxşıdır, insan təvazökar olsun, amma böyük şəxsin, yaşı yuxarı olan bir şəxsin gəlib azyaşlı uşağın yanında əyilib özünü təvazökar kimi göstərməsi yaxşı deyil. Bəziləri görürsən, hərdən belə insanlar var, həqiqətən təvazökar insandır. Görürsən, azyaşlı uşağı da görəndə onun qarşısında 2 qat əyilir. Burada buyururlar ki, bu ədəb deyil. Uşaq qarşısında, azyaşlı uşaq qarşısında təvazökarlığı belə göstərmək məsləhət deyil. Əksinə, o sənin izzətinə xələl gətirir. Bəzən müsbət xüsusiyyəti insan xaricdə biruzə verəndə düzgün formada biruzə vermir. O elə bilir ki, düzgün formada biruzə verir, amma o düzgün formada biruzə vermir. Məsələn, azyaşlı, fərz edin ki, məsələn, 10 yaşlı uşağın, 8 yaşlı uşağın qarşısında 50 yaşlı bir şəxs onu görəndə fərz edin 2 qat əyilir, təvazökarlığından eləyir, nəinki başqa məqsədlə yox. Burada buyururlar ki, xeyr, bu düzgün deyil. Amma uşaq görəndə
ona salam vermək, böyüyün kiçiyə salam verməsi, bəli, bu gözəldir. Bu təvazökarlığın əlamətidir. Təvazökardır, 50 yaşlı insandır. Nə olar insan balaca bir uşaq görəndə də sən birinci ona salam verəsən. Düzdür, ədəb tələb edir ki, uşaq böyüyə salam versin, amma tutalım o salam vermədi. Burada eybi yoxdur, böyük olan kəs uşağa da salam versin. Necə ki, Peyğəmbərimiz hər kəsi görərdi, salam verərdi. Böyükdən kiçiyə fərq qoymazdı. Peyğəmbərimiz o əzəməti ilə uşaq görəndə uşağa da salam verərdi. Bəli, bu təvazökarlığı bu formada biruzə vermək, yəni salam vermək az yaşlı uşağa, bəli, bu düzdür, bu ədəb hesab olur. Amma onun qarşısında tutalım, əyilməsi böyük yaşlının, az yaşlı uşağın yəni əyilməsi bu düzdür təvazökarlıqdır, amma ədəb hesab olmur. Niyə görə? Çünki bu cür davranış, bu şəkildə təvazökarlığı göstərmək, onun bir gözəlliyi yoxdur. Ədəb odur ki, əmələ gözəllik versin, gözəl hesab olsun. Hər kəs bunu görəndə deyir, bu yaraşmaz. Yaraşmaz ki, böyük, yaşlı bir şəxs, məsələn, az yaşlının qarşısında belə əyilsin, məsələn, təvazökarlığın belə göstərsin. Amma salam verəndə, bəli, salam verməyin gözəlliyi var burada. Bir eybi yox. Deməli, əxlaqla ədəbi müqayisə eləyəndə, əxlaq insanın batinində, ruhunda olan gözəl xüsusiyyətləridir. O gözəl xüsusiyyətləri olsa, amma ədəb isə insanın xaricdə o əxlaqı çöldə biruzə verəndə, gözəl şəkildə biruzə versə, onun adı artıq olur ədəb. Əgər ədəb gözəl şəkildə biruzə verməsə, o artıq ədəb hesab olmur. Ədəb demişdik, odur ki, gözəlliyi olsun. Əgər söz deyirsə, gözəl formada deməsə, o artıq ədəb deyil. Amma gözəl formada o sözü desə, bəli, onda o ədəb hesab olur. Demək, əxlaqla ədəbin müqayisəsində və fərqində bir məsələ də var. İkinci məsələni istəyirik deyək. Əxlaqi dəyərlər nə zaman tanıyır, nə məkan tanıyır. Yəni, əxlaqi dəyərlər bütün zamanlarda, bütün yerlərdə, bütün məkanlarda, bütün əsrlərdə əxlaqi dəyər elə həmin dəyərdir. Heç vaxtı dəyişmir. Bir şey, hər hansı bir xüsusiyyət pisdirsə, elə o həmişə pisdir. Belə deyil ki, məsələn, qədimdə filan əxlaq pis idi, indi yaxşı olsun, indi yaxşı hesab olsun. Və yaxud qədimdə yaxşı hesab olurdu, amma indi pis hesab olsun. Xeyr, pis elə həmişə pisdir, dəyişkən deyil, əxlaqi dəyərlər dəyişkən deyil. Əgər yaxşıdırsa, elə həmişə yaxşıdır, bütün zamanlarda, bütün məkanlarda yaxşıdır. Hansısa bir xüsusiyyət pisdirsə, elə o həmişə pisdir. Və o zaman, məkan tanımır və dəyişkənliyi yoxdur. Amma ədəb isə, ədəbdə dəyişkənlik var. Bəzi zamanlarda, bəzi yerlərdə ədəb dəyişkən olur. Fərz edin, hansısa bir ölkədə ola bilər, böyük gələndə, orada ədəb budur ki, böyük gələndə ayağına durasan. Ola bilər başqa bir yerdə ədəb bu olar ki, böyük gələndə ayağına durmaq yox. Məsələn, papağını başından çıxartmaq ədəb hesab olsun. Və yaxud böyük gələndə əlini sinəyə qoymaq ədəb hesab olsun. Həmin şey başqa bir məntəqədə, başqa bir ölkədə ədəb hesab olmur. Amma görürsən, o birisi məntəqəyə gedirsən, orada böyüyə hörməti bir cür hesab eləyirlər. Başqa bir ölkədə, başqa bir məntəqədə
böyüyə hörməti bir başqa cür hesab eləyirlər. Bəzisi ola bilər heç ayağa durmağı da hörmət hesab eləməsin. Məsələn, bəzən görsən bəzi yerlərdə məxsus ədəb qaydaları var. Əllə tutalım belə hərəkət elətdirmək kimi bəzən bəzi yerlərdə olur. Hər halda ədəb dəyişkəndir. Məntəqədən məntəqəyə, məkandan məkana dəyişkəndir. Hər yerin xülasə özünün ədəb-ərkan qaydaları var. Amma əxlaqi qayda, qanunlar heç vaxt dəyişmir, əxlaqi dəyərlər heç vaxt dəyişmir. Əgər təvazökarlıq yaxşı sifətdirsə, yaxşı xüsusiyyətdirsə, elə bu təvazökarlıq həmişə yaxşı xüsusiyyətdir. Və onun zamanı, məkanı yoxdur. Onun ölkədən ölkəyə, məkandan məkana, məntəqədən məntəqəyə heç bir fərqi yoxdur. İnsan gərək təvazökar olsun. İnsan təkəbbürlü olmalı deyil. Təkəbbürlü olmaq mənfi bir xüsusiyyətdir. Təkəbbürçülük həmişə pis olub, indi də pisdir. Bundan sonra da pis olacaq. Təvazökarlıq həmişə yaxşı olub, indi də yaxşı xüsusiyyətdir. Bundan sonra da yaxşı xüsusiyyət olacaq. Bu bizim dinimizin, Peyğəmbərimizin bizə öyrətdiyidir. Yəni ki, bu əxlaqda dəyişkənlik yoxdur. Hərçənd qərb düşüncəsində olanlar, qərb təfəkküründə olanlar bu günlərin bəziləri meydana çıxıb peyda olurlar ki, əxlaqi dəyərləri nisbi hesab eləyirlər, ədəb kimi hesab eləyirlər. Yəni deyirlər ki, necə ki, ədəb nisbidir, ölkədən ölkəyə, yerdən yerə fərq eləyir. Deyirlər ki, əxlaqi dəyərlər də belədir. Ola bilər bir mənfi xüsusiyyət qədimdə mənfi hesab olurdu, amma indi xeyr, indi o yaxşı bir xüsusiyyət kimi qəbul olunur filan. Bunlar hamısı dinimizdən, şəriətimizdən, Qur'anımızdan uzaq olan söhbətlərdir. Həmçinin ağıldan, məntiqdən də uzaq olan söhbətlərdir. Əxlaqi dəyərlərimiz heç vaxt dəyişmir. Qiyamətə kimi, qiyamətdən sonra da yaxşı, həmişə yaxşıdır. Dəyərli şeylər həmişə dəyərlidir. Pis şeylər də həmişə pisdir və dəyərsizdir. Amma dedi ki, əxlaqda xeyr. Əxlaq, üzr istəyirəm, ədəb yerdən yerə, zamandan zamana dəyişkən ola bilir. Bəzən dəyişir, bəzən dəyişmir. Biz dedik, ədəb insanın zahiri davranışığında olur. Yəni ki, insanın əməli, zahirdə o rəftarı, əməli gözəl olsa, gözəl formada o əməli ifadə eləsə, deyirlər ki, bəli, bu əməli ədəbli idi, ərkanlı idi. Burada bir məsələyə də toxunurlar. Buyururlar ki, bəzi ədəblər var, bəzi ədəblər var. Ədəbin özü şər'i bir dənə hökmdür. Ədəbin özü bir dənə şəri hökmdür. Bəzi ədəblər belə. Məsələn, necə? Məsələn, qeybəti eşitmək, biri əgər qeybət eləyirsə, qeybəti eşitmək, qeybətə qulaq asmaq haramdır. Bu, özü bir növ ədəbdir. Haramdır, özü bir dənə şəri hökmdür. Qeybəti eşitmək, qulaq asmaq haramdır. Bu, özü bir dənə ədəb hesab olur. Əslən, yəni, o kənarda qeybət olunursa, sən ona gərək qulaq asmayasan. Ya tərk eləməlisən, ya onlara etiraz eləməlisən, qeybət olunan şəxsi müdafiə eləməlisən, ya da ki, gərək oranı tərk eləyəsən. Qeybətə oturub qulaq asasan, eşidəsən, bunun özü də bir dənə qeybət hesab olur və özü də bir dənə haramdır. Və yaxud bir nəfər salam versə, birinin salamına cavab vermək vacibdir şər'i baxımdan. Salam vermək özü müstəhəbdir, amma sənə kimsə salam versə, salamın cavabını almaq vacibdir. Bu salamın cavabını almaq özü bir dənə ədəbdir. Ədəbdir, eyni halda da vacibdir. Yəni, deməli, bəzi ədəblər var ki, özü bir dənə şər'i hökmdür.
ki, məsələn, salamın cavabını almaq kimi. Biri salam verəndə ədəb tələb eləyir ki, gərək salam verənin cavabını alasan. Bu özü bir dənə gözəllikdir. O sənin əməlinin gözəlliyidir. Necə ki, görürük ki, salam verəndə qarşı tərəf salamın cavabını almayanda insan narahat olur. Deyirlər, nə filankəs nə ədəbsiz insandır, salam verirsən, cavab vermir. Bu özü nəinki ədəbdir, şəri baxımdan da vacibdir də ki, sən onun salamına cavab verəsən. Bura kimi bəs eləyir inşallah. Gələn dərsimizdə əxlaqla dinimizin 3 sahədən ibarət olduğunu deyəcəyik. Deyəcəyik ki, dinimiz, şəriətimiz 3 sahədən ibarətdir. Biri əqidə sahəsidir, kəlam, elmi kəlam ona o sahəni öhdəsinə götürüb. Bir əhkam sahəsidir, şəri məsələlər. Bir də əxlaq sahəsidir ki, inşallah gələn dərsimizdə onun barəsində müəyyən qədər izahlar verəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.